Bu hərflər sonuncu hərflərdir. Yəni bununla qurtarırıq əlifbanı. Burada bəzi biraz çətin hərflər var. Bu dərsdə biraz diqqətli olmaq lazımdır. Deməli, birinci hərfimiz kəf hərfidir. Kəf hərfi sonda, yəni olduğu mücərrəd forması, sonda görsənən forması, keçdiyimiz forması budur. Hamımızın bildiyi kimi. Amma ondan qabaq, bax, əvvəldə kəf hərfinin yazışı bu formada. Bu da siz üçün bu hərfin, yəni dama olan dəftərin yazış formasıdır. Bax, kəf hərfi necə yazılır, bax, burada. Deməli, öncə dəl kimi formasını yazırıq dəftərdə. Baxın, bu damanın içi boyda yazır. Kəfin bu hissəsi damanın içi boyda yazır. Sonra üstündəki xətti qoyuruq. Bax, belə. Bu kəfin damanın içində yazılma formasıdır. Ortada da bir xət özündən əvvələ birləşməsi üçün. İşte bu formada. Yəni, yazıldı belə bir xət. Və bu aşağı hissəsi damanın içərisində yazır. Üstdən xət də, yəni damadan xətdən üstə olur, üstə qalır. Sonda da bu da kəfin özündən sonraya birləşmə xəttidir və ondan əvvələ də bir birləşmə xətti qoyulur. Sonda da bildiyimiz kimi hərf necə var qalır və özündən əvvələ bir birləşmə xətti olur. Növbəti hərf ləm hərfi. Silək. Ləm hərfi. Baxın, ləm hərfi əlif hərfinə bənzəyir. Yəni, düz xətt əlif kimi, lakin özündən sonraya birləşir. Ləm hərfi sonda olan forması budur, ləm hərfinin. Sonda belə yazılır və əvvələ bir xət. Lakin əvvəldə sadəcə bildiyimiz əlif formasında düz xət və özündən sonraya birləşmə xətti. Ortada da olduğu kimi yazılır, əvvəldəki kimi və əvvələ bir bitişmə xətti. Yəni, bunu əlif hərfinə qatışdırmayın. Çünki əlif özündən sonraya birləşə bilmir. Amma ləm özündən sonraya birləşir. Ləm hərfi də bir xəttin damanın içərisində bir damadan, yəni bir sətirdən çıxır çölə. Baxın, çıxır, sağa birləşmə xətti özündən əvvələ və özündən sonraya bu formada yazır ləm. Yəni, damadan biraz çıxır yuxarı. Ləm hərfi. Sonda da sondakı formasında yazaq. Sondakı forması da xətdən çıxır yuxarı belə və bu formada. Mim hərfi. Növbəti hərfimiz mim hərfi. Mim hərfi də bir damanın içərisində yazılır o da və bu formada. Ortada da olduğu kimi, yəni əvvəldə yazıldığı kimi və əvvələ bir xət. Yəni əvvələ bir xət onu birləşdirir özündən əvvəlki hərfə. Ləm hərfi də eyni formada, əvvəldə əlif formasında gəlir, lakin özündən sonraya birləşir. Ortada da yəni həm əvvələ, həm özündən sonraya birləşir. Sonda da bu formada yazılır. Baxın, bu formada. Mim hərfi də. Yəni, mim hərfinin yazılışı da baxın, buradan tutulur. Baxın, bu formada. Alt tərəfindən tutulur mim hərfinin. Bu formada birləşir özündən sonraya. Ortada da buradan tutulur. Baxın, bu formada. Yaxud da belə deyilə bilərsiniz. Yəni, mim hərfinin ortasından da birləşdirə bilərsiniz. Yəni, fərq etməz. Üstündən də, ortasından da birləşdirə bilərsiniz. O, get-gedə sizin əlinizin yazılışına baxır. Nun hərfi. Sonda da mim hərfi. Sonda da bu formada. Yəni, damanın içərisində olduğu kimi və əvvələ bir xət. Nun hərfi. Nun hərfi də bə, tə, fə bu hərflərlə eyni formada yazılır. Baxın, eyni formada üzərində bir nöqtə. Bir damanın içərisində və üzərində bir nöqtə. Bu da özündən sonraya bitişmə xəttidir. Ortada da eyni bu formada, lakin özündən əvvələ birləşmə xətti var. Sonda da nun hərfi azca damadan düşür aşağı.
və iki xəttin ortasında bir nöqtə qoyulur və özündən əvvəldə bir birləşmə xətti olur. Vav hərfi, növbəti hərfimizin vav hərfi. Vav hərfi dediyimiz kimi özündən sonra birləşməyən hərflərdəndir. Bu sinifə aiddir, yəni bu hərflər sinifinə aiddir. Hansı hərflər idi onlar? Əlif, dəl, zəl, ra, zə, bir də vav. Bu hərflər özündən sonra birləşməyən hərflərdir. Burada da, yəni vav hərfi yazılıb, lakin bu xətt özündən sonra birləşmə xətti deyil. Özünün, yəni mücərrəd haldır. Öz sərbəst yazılma formasındakı kimi, yəni öz xəttidir bu, yəni birləşmə xətti deyil. Lakin bildiyimiz kimi bütün hərflər özündən əvvələ birləşir. Yəni özündən sonraya birləşməyən hərflər belə özündən əvvələ birləşir. Baxın, vav hərfi burada özündən sonraya birləşmə xətti yoxdur, amma ortada yazılanda özündən əvvələ birləşmə xətti var. Sonda da yazılanda, çünki hərf sondur, ondan sonra hərf yoxdur, amma özündən əvvəlki hərfə birləşmə xətti var yenə də. Bu da vav hərfinin vav hərfi də özündən sonraya birləşməyən hərflər sinifinə aiddir. Yazılış forması da yenə bir damanın içərisində, amma xəttdən aşağıya düşür. Yəni bir sətirdən aşağıya düşür. Ortadakı forması da belə. Yəni özündən əvvələ birləşir. Sondakı forması da eyni hərfdir. Növbəti hərf hə hərfi. Hə hərfinin əvvəldə yazılış forması bildiyimiz hə hərfidir. Yəni keçdiyimiz, öyrəndiyimiz hə hərfidir. Baxın, belə yazılır. Bu formada. Hə hərfi. Bir də yazıram. Dəl hərfi kimi yazılır. Bir yumru və bir birləşmə xətti. Bu əvvəldə yazan hə hərfidir. Bu hə hərfinin ortada yazılış formasıdır. Deməli, hə hərfinin ortada yazılış forması baxın necədir. Deməli, hə hərfinin ortada yazılış forması. Xətti gətirirsən sətrin altı ilə, alt hissəsi ilə. Gətirirsən xətti bir yuxarıya fırladırsan, bir aşağıya və o eyni yerə gətirib yenidən özündən sonraya birləşmə xəttini gətirirsən. Siz də dəftərdə məşq eləyin bu hərfin yazılış formasını. Gətirirsən başdan, bu özündən əvvələ birləşmə xəttidir. Gətirirsən yuxarı, əlvi buraxmadan 8 formasında aşağı və yenidən davam edirsən özündən sonraya birləşməsi üçün. Bu hə hərfinin ortada yazılış formasıdır. Və sonda yazılış forması hə hərfi, yəni yeganə hərfdir ki, sonda yazılış forması fərqlidir. Yəni bütün hərflər sonda olduğu kimi yazılır, əvvələ bir bitişmə xətti olur. Lakin hə hərfində isə fərqlidir, yəni olduğu kimi yazılmır. Bu hansı formadır? Bizim bildiyimiz A hərfidir sanki. Yəni A hərfidir sanki. Baxın, balaca A hərfidir. Lakin üst hissəsi belə yox, yəni yumru yox, düz birləşir, son nöqtəsinə birləşir bu formada. Eləyə bir də yazaq. Deməli, hə hərfini yazdıq, sonra gəldik, sonda bu hərfidir, deyək, sonda da hə hərfidir. Bu hərfi birləşdirmək üçün gəldik, yuxarı və belə. Hərf belə yazılır. Hə hərfinin sondakı halı. Gəldik, hə hərfi ortada yazdıq və sonda hə hərfi. Hətta Allah sözündə belə hə hərfini görmüşsə, Allah sözündə baxın, belə, sondakı hı belə yazılır. Yəni, son hə hərfinin sondakı yazılış forması bu formadadır. Və yə hərfi. Yə hərfi də bə, tə, tə bu hərflər kimidir. Nun hərfi, hətta nun hərfi kimidir. Sadəcə nöqtələri ilə yerləri fərqlənir. Yəni, bədə bu formanı yazırıq. Bədə altında, tədə 2 nöqtə, tədə 3 nöqtə, nun hərfində 1 nöqtə və yə hərfində də bu formada yazırıq, özündən sonraya birləşmə eləyirik. Lakin altda 2 nöqtə qoyuruq. Ortada da olanda
özündən əvvələ bir xətt götürürük, bir xətt birləşdiririk özündən əvvələ və altında 2 nöqtə olur. Altında 2 nöqtə olur. Baxın, ortadakı forması Y hərfinin. Və sonda da hərf olduğu kimi yazılır. Y hərfi sonda olduğu kimi yazılır. Birləşmə xətti isə üst hissəsindən olur. Yəni, üst hissəsindən olur. Yəni, buradan aşağıdan olmur. Baxın, belə gəlir, sətrin alt hissəsi ilə gəlir, düşür aşağı, yumrusu aşağı düşür. Və 2 nöqtə, sonunda 2 nöqtə qoyulur. Və bu da birləşmə xətti olur. Və bundan qabaq, məsələn, Y hərfi ola bilər, sonra B hərfi olar. Ondan əvvəldə B hərfi ola bilər. Məsələn, B, Y. Bu formada yazılır. İndi bunu dərsin təkrarında da, məsələn, videoya baxıb bilə bilərsiniz və yaxud da ekranı skrin eləyə bilərsiniz. Hərflərin əvvəldə, ortada, axırda nümunə kimi dəftərinizə qeyd edə bilərsiniz. O birisi hərflərin ardından. Hərfləri məşq eləyək. Məsələn, indi hərfləri bir-birini birləşdirməyə çalışaq. Məsələn, bax, burada K hərfi yazaq. K, L, V, H, Y. Məsələn, baxın, K, L, V, H, Y hərflərini birləşdiririk indi. Belə bir sətr çəkirik. Diqqətlə baxın. H, Y. Sonda da bir H yazaq. Sonda da bir H, Y. Deməli, birinci K hərfidir. Birinci hərfimiz K hərfidir. Kəf hərfini yazırıq. Dediyimiz kimi, K əvvəldə hərfin alt hissəsini yazırıq damanın içərisində və üstündən bir xətt. Bu kəf hərfinin əvvəldəki formasıdır. Nəyə görə? Çünki kəf hərfi başda bu formada yazılır. İkinci hərf, ləm hərfi. Ləm hərfini, deməli, kəfdən gəldiyi ləm hərfini birləşdirir. Ləmi yuxarı çıxardıq və özündən sonraya birləşmə xətti elədik. Çünki ləm özündən əvvələ belə birləşir və özündən sonraya bu formada. Sonra vav hərfi, baxırıq vav hərfi. Vav hərfi ortada necə yazılır? Bu formada yazılır, lakin əvvələ birləşmə xətti. Gəlirik, vav hərfi. Yazdıq vav hərfini. Vav hərfi özündən sonra birləşmədiyinə görə biz ondan sonraki hərfi bundan aralı yazırıq, vav hərfindən. Çünki vav hərfi özündən sonraya birləşmir. Vavdan sonra hə hərfi gəlir. Deməli, hə hərfi necə yazılacaq? Əvvəldəki kimi. Çünki ortadakı kimi yazılmasına ehtiyac yoxdur. Çünki vav özündən sonra birləşə bilmir. Ortada da yazanda hə hərfin əvvəldəki formasında yazacağımıza görə belə yazırıq. Hə hərfi, yəni əvvəldə yazdıq. Sonra Y hərfi. Baxırıq Y hərfi ortada necədir? Y hərfi bu formada, lakin özündən əvvəldə bir birləşmə xətti olur. Gəlirik. Y hərfi və altda 2 nöqtə. Və sonda da hə hərfi var. Bu hə hərfi. Son hə hərfində bu formada yazırıq. Hə hərfi. Baxın, hərfləri birləşdirdik. K, L, V, vav hərfi. Özündən sonra birləşmədiyinə görə ara buraxırıq. İndi hərfləri yazacam bura. Hərə öz dəftərində onları birləşdirib yazsın mənə.
Hə, bax, düzdür. Sadəcə hə hərfini biraz düz yazmağa çalış. Başda yazılan hə hərfini. Yəni, bax, lövhəyə bax. Bu. Bu, hə, bax, o hərfi. Yəni, başda düz yox, bu formada yox. Bax, belə yan yazırsan, yan. Gəlirsən. Bax, bununla eyni paralel yerə çatdığın zaman Aha. yumru eləyirsən, bax, fırladırsan. Deyir, bax, bu, bura. Bura deyməlidir. Bu xəttə deyir. Baxın, burada da ara qalır. Deyir və düz qayıdır. Deməli, bax, bu formada yazırsan. Bax, bu formada. Yəni, yan olur, dəyir buna bu düz xəttə və davam edir. Belə. Qalanı düzdür. Başqa kim yazırsa göstərsin, Tunar. Sən yazmısan, Ümid. Mənim bir dənə burada elə bil yaxşı birləşmir. Bax, bu burada mən professional alıb elə bil. Bunu necə eləyim ki, qəşəng görsənsin bu hissəsi? Ha, göstərim onu da. Deməli, ne yazıram? Bax, başdan. Bax, başdan hə hərfidir. Belə yazın. Başdan hə hərfidir. Yazdıq hə hərfini. Sonra gəlir y hərfi. Yazdıq. Sonra nun hərfi. Yazdıq. Y, nun. Sonra ləm. Yazdıq ləm hərfini. Sonra mim. Yazdıq. Gəlirik. Ortaya çatırıq. Yumru eləyirik. Sonra təzədən ortaya yumrunu fırladıb ortaya çatanda ortasını. Sonra yenidən davam eləyirik. Sonra gəlirik. Həyə çatanda bu formada eləyirik. Həyə çatırıq. Göstərmək. Davam eləyirik. Hə, bu dəqiqə baxın. Sonda da yə hərfi. Yə hərfi. Hə, baxın. Kim yazıb? Görüntü görsənməmdir. Yaxınlaşdır biraz. Aha, hərf, yə, nun, ləm, mim. Aha, yaxşıdır. Sonda hə hərfini yəyə niyə birləşdirməmsən ki? Neyməliyim. Bax, ən sonda 8 kimi hə hərfi yazmısan, hə? Bunu. Hə, bax onu yəyə niyə birləşdirməmsən ki? O yaddan çıxır. Bax, hə hərfidir. Bax, bura mən yazdığıma. Hə hərfi gəlir və bu yayının bax birləşmə xətti var. Mən yazdım ki, birləşdirim, bu da yadımdan çıxdı. Hə, birləşdir. İndi birazdan onları birləşdirəndə əlinizi çəkməməlisiniz. İndi birazdan elə birləşdirəcəksiniz. Məsələn, bax, diqqətlə baxın bura. İndi biraz çox yazandan sonra artıq əlinizi çəkməyə ehtiyac olmayacaq. Yəni, sonradan birləşdirməyə ehtiyac olmayacaq. Bax, yazıram. Diqqət edin. Hə, bax, çəkmirsən əlvi. Yə, nun, ləm, mim, hə. Sonra da axırda nöqtələri qoyursan. Çəkmirsən əlvi. Hamısının bir-bir. Əslində, o birləşmə xətləri elə formada düzəlib ki, orada əlvi çəkməyə ehtiyac yoxdur heç. Hamısını birləşdir. Və sonda nöqtələrə qoyursan sadəcə. Biraz sonra, birazdan özü də rahat gələcək, yəni onu birləşdirmək, yazmaq. İndi sizə başqa hərfləri verəcəm yazmağa. Bunu yazmağa çalışın. Bundan əvvəlki hərflərdən də verəcəm. Baxın. Bunu yazmağa çalışın. Burada məsələn D hərfi var. Bu dəl də ola bilər, dad da ola bilər. Kimin ürəyi necə istəyirsə götürsün, fərq eləməz. Kimə dad rahatsa dadı yazsın, kimə dəl rahatsa dəl yazsın. S hərfi var. Bu sin də ola bilər, fə də ola bilər. Kimə nə rahatsa yazsın. Bu S hərfi ta da ola bilər, T hərfi də ola bilər. Fərq yoxdur. Yəni kimə hansı rahatsa yazsın.
Göstərə bilərəm müəllim. Ha, buyur göster. Tutarmışsansa göster. Biraz sol. Sağ tərəfi elə biraz zəhmət olmaz. Hə, все. Belə. Deməli, K. Birinci K. İkinci dəl hərfi, düzdür? Aha, ikincisi dəldir. Bu dəl hərfi özündən sonra birləşmir, düzdür? Aha, onu Yəni, dəl hərfinin özündən sonra birləşdirmirsən. Olduğu kimi yazırsan, özündən əvvələ birləşir, lakin özündən sonraya birləşmir. Ha, bax, orada gelib ki, o xət yoxdur. Xət qoy oradan, birləşmə yoxdur sanki, yuxarıdan aşağı xət qoy. Yox, fə yox. Fə özündən sonra birləşir. Dəl. Kəfdən sonra dəl hərfi özündən sonra birləşmir. Dəl. Ah. Bir dənə müəllim tezdən yazım göstərərəm. Ha, yaz. Tunar sən yazdın. Xeyr, mən gözlü bir dənə qutarım. İndi başqa bir şey keçəcək. Mən bilim ki, biz artıq hərfləri bilirik, yoxsa yox. İnşallah əsas odur. Mən yazdım prosto. Deməli, kəfdən, sə, ra, vav. O, tədən sonra ədir, hə? Hə, düz yazmışsan. Amma axırdakı hə hərfi, onu yaddan çıxdı sizə deyim. Sondakı hə hərfi, baxın, bu formada, əgər birləşmirsə, bu xət itir. Bu xət birləşmirsə, bu xət itir. Məsələn, yazanda, sən bura yazsan, və, vav, hə hərfi yazanda, yəni, belə yazır, bu formada. Yəni, əvvələ birləşmə olmur. Əvvələ birləşməyə silirsən, bu formada, sanki damcı yoxşur, baxın, bu formada yazır. Sonda hə hərfi belə yazır. Başa düşdüm, onu bilməmişdim, ona görə. Hə, şey. O, hə, mən yadımdan çıxdı, xatırladım. Amma baxım, ona deməli, Musada, kəf, dəl, fə, sin, tə, ra. Sondakı hansı hərfdir? Yəni, sondakı vav. Bax, vav hərfi özündən sonraya birləşmir. Hə. Vav hərfi, adi bildiyin kimi vav hərfini yaz. Normal bildiyin vav hərfini yaz. Elə belədir də, yox, adi vav. Hə, elə, amma vavın şeyin belədir, aşağı bax, bu formada yaz. Vavı Belə. düz, yəni əyri eləmə, düz elə. Hə, vav o formada. Hə, 9 kimi yazırsan vavı. Vav 9 kimi yazır. İndi bax, bu bir. İndi üçüdə də hərflərin oxunmasını soruşacağım. İndi bax, başdan kimdir baxın başda? Tunar sən, bax, başdan oxumağa çalış indi. Bax, mən sən hərfləri deyirəm. Hərflərin bir-bir adlarını deyirəm. Yəni, bizim üçün bundan sonra hərflər dəldirsə dəl deyil, d deyin. Aydındır, dəl yox, d. Birincini bilmədim, amma ikincini, üçüncünü oradakiları bildim. Bir dənə birincini bilmədim. Bu x hərfi. X hərfini keçir. Bax. Hə, gələm. Hə, x. Bax, bu hərfi hansıdır? T. T. Bu. Ə. Ə. Aha, bu. S. Bəli, bu. O. Mən bu hansı hərf deyir? Gözlə. Ta hərfi deyildi, ta. T. Hə, yazmam çıxırıydım. Bu. Ayn. Ayn demişdik ki, ortada bir formada yazır. İndi aramızda əvvəldə, ortada, axırda olan hərfləri dəftərə yazmayan var. Xeyr, mən yazmışdım. Keçdiklərimizi yazmışdım. Hə, əsas odur. Əsas odur, çünki indi mən bundan sonra gələn dərs üçün deyəcəm ki, onları başlayın əzbərləyin onları hamısını. Yəni hamısının, məsələn mən deyəcəm ki, bu hansıdır, ortada ayn deyə bilməlisən onu. Məsələn, ortada ayn hərfini yazırsan, bilməlisən ki, ortada ayn belə yazılır. Əslində baxanda siz belə yazmışam. Hə, baba bu formada, hə. Belə yazılmalıdır. İndi bundan sonra ora baxarsan,
Deyə Bu bilirik indi hansı hərf? müəllim. Hə? Deyə bilirik indi, oxuya bilirik yazdıqlarını. Əslində oxuya bilməliyik bu dəqiqə, amma ki təkrarlamaq lazımdır ki, O çünki yuxarısından xəttlərini falan qoysuz oxuyardım mən. hə, yuxarısından hələ ki indi gələn dərsə onu keçəndə, ondan sonra artıq oxuya biləcəyik hamımız. Məsələn, Tunar, bu hansı hərfə oxşayır? Sonuncu hərflərdəndir bu. Mən fədül, 2 nöqtə, biri yox. qaf, Hə, qaf. Bunu bugün keçmişik, bu üçün bugün keçmişik. Baxın, bunu əliflə qarışdırmayın. Çünki əlif özündən sonra birləşmir. Bu ləmdir, hə. Bu ləm özündən sonra birləşə bilir. Ona görə bu əlif deyil, əliflə qarışdırmaq lazım deyil. Bu hansı hərfdir? hansı o yumru, Hə, hıdül, yox, hı budur. 8 kimi bilirsən. Bu mim. Bayaq keçdiyimiz. Bunu da son axırıncı hərfdir deyə olursun, bu da hələ tam beynimizə oturmasın. Bu da mim hərfidir, m. Və bu da n hərfi, n sonunda yazsan. Bunu çalışın indi evdə yazdığın şeyləri hamısını, yəni bugünkü dərslə bərabər əzbərlə çalış. Əzbərləyəsən, ortada əvvəldə necə yazdırsa. Musa, sən ikinci hərflərdən bunları? Dad, şin, Yox, baş hərflərin dinə. D, ş, d, ş, bu bursi, zə, r, hə, yox, əstəğfurullah, ra, r, aha, d, sonra k, aha, vav, v, aha, bu yə, o birisi deyələm indi, təzə keçdiyimiz idi, o nə idi? təzə keçmişik. Hədir, hə. H hərfi. Bu əvvəl, bu ortada, bu O da da sondakı h. Bəli, bəli. Ümid, sən bax deyə bilirsənsə. Bəli. Hə, bax, çalış deyə bilərsən, bu nə hərfidir? Aha, R, aha, A, Ö, L olmalıdır o ləm. O, S, ya yumru, təzə keçmişik. H. 2 yumru yox, Hadi. 1 yumrudur. M, mim, M, aha, M, Ş, bu. 3 hədə nöqtədir. şin hərfi də ölməmiş. Aha, ş, hə, düzdür. Hədə ki, hə, şu dedim. S, Aha, saat hərfi. Bu da yox. Yox, Bax, ə hərfi, bəli, düzəltdim, l. çalış qarışdırma, ə hərfi birləşmir. Bu birləşirsə l-dır. Sonda, O da M. şu. Bax indi, tapşırıq ondan ibarətdir ki, gələn dərsə hərflərin əvvəldə, ortada, sonda yazılışlarını əzbərləyin. Bu bizim öyrəndiyimiz əlifbadan daha rahatdır. Nəyə görə? Çünki biz əlifbanı bilirik artıq. Əlifbanı bildiyimizə görə bunlar hamısı bir-birinə oxşuyur. Məsələn, sad hərfi özünə oxşuyur. Yəni sad onsuz da belə yazılır. Bu formada yazılır sad hərfi. Sadəcə yumrusu yazılır. Yumrusu yoxdur sadəcə. Şin belə yazılır. Sadəcə yumrusu yoxdur. Mim. Mim bu formada yazılır. Sadəcə aşağı xətt yoxdur. Yəni hamısı eynidir. Fərq eləmir bir-birindən. Çox bəzi fərqlər ola bilər. Çox az fərqlər ola bilər. Məsələn, ayn hərfini çalışın yadda saxlayın. Ayn hərfi necə yazılırsa. Ta hərfi olduğu ta hərfidir. Əvvələ axıra birləşmədi sadəcə. Özündən sonraya. Şimdi bunları yazın. Bunları öyrənin. Sonuncu hərflərimizi də keçdiklərimizi yazın. Bunlardan sonra artıq bizim üzərimizə düşən sadəcə hərəkələr qalır. Biz bura hərəkələri də qoyandan sonra artıq Quranda yazılan formasında artıq başlayacaq öyrənməyə bunları. Çox bir şey qalmayıb yəni. Bura hərəkələr qoyandan sonra artıq başlayacaq oxumağa yavaş-yavaş. İndi siz bunları bir dənə öyrənin. Hərflərin əvvəl, orta, axır yazılışların. Bundan sonra bizim bir və ya iki dərsimiz qalıb ki, yəni Quran oxumağa başlaya bilək artıq. Müəllim, Öyrənin deyəndə Allahın izni ilə əzbərləməyi siz sortanda mən soruşacağam, məsələn, bu nə hərfidir? Məsələn, sən deyəcəksən ayn ortada. Və yaxud deyəcəm, sin, mən deyəcəm, bu hansı hərfdir? Deyəcəksən ki, sin ortada.
O belə. Yəni elə əzbərləmək lazımdır. Bir dəqiqə Əvvəl, vaxtınızı orta, ala axır. bilərəm. Buyur, buyur. Sual verə bilərəm. Bu Buyur. mənim bir hansım hərfim bir dəqiqə indi açım kameranı göstərim sizə daha aydın olsun. Bax məsəl üçün bir dəqiqə. Bunu belə olur bu məsəl üçün vəldən sonra qayn belə olur, yoxsa bu keçdiyimiz kimi olmalıdır? Belə birləşmir, başa düşürəm. Vələ birləşmir birləşməyinə. Əgər bax, əlif yazmısan, a, nun, əgər bundan sonra, məsələn, nun hərfidir, sonra dəl hərfi gəlirdi. Dəl hərfindən sonra sən əyn hərfini yazmaq və ya qayn hərfini yazmaq istəyirsən. Əgər o qayn sondakı kimi yazmaq istəyirsənsə, keçdiyimiz kimi yazdır bu formada. Bildiyimiz formada yazdır. Yəni, biz əyni, qayni bu formada niyə keçmişik? Bu birləşməsinə görə, bu birləşmə xəttinə görə bu belə alınıb. Qayn olub. Bu birləşmir deyənə, özündən əvvələ birləşmir deyənə qayıdır öz formasında olur. Yəni, öz mücərrəd olduğu sərbəst formada olur. Əgər yox, dəl hərfindən sonra sən qayn hərfini yazırsan, amma ondan sonra da bir hərf varsa, bu olur əvvəldəki formasında yazdır. Yazdır belə, ondan sonra da məsələn deyək ki, əyn yazdır. Özündən sonra birləşməyən hərfdən sonra gəlsə, ortada olsa əvvəldəki formasında yazdır. Əvvəldəki. Ortadakı kimi belə yox. Əvvəldəki kimi yazdır. Amma bundan sonra artıq hərf olmasa, sonuncu hərf olsa bu formada yazdır. Yəni birləşmə xəttinə ehtiyac qalmır. Cəzakallah xeyran. Aydındır. Sual verə bilərəm. Ver. Mən hərflər haqda deyiləm. Mən deyirəm ki, tövbə haqdadır. Prost siz Quranı da oxumusunuz da, məndən çox oxumusunuz. Bunu bir çox adamdan soruşmuşam, istədim bir dəfə də sizdən oxuyum. İndi baxmayın da, siz Quranı laf çox oxumusunuz. Quranda elə bir ayət mi deyim, surə mi varmı ki, yəni insan nə qədər günah işləsə, tövbə etsə, yəni təkrarlansa da bu hal. Bu günah, məsəl üçün deyirəm, yalan danışıb tövbə eləyib, bir də yalana düşsə, bir də tövbə eləsə, tövbə qəbul olur, yoxsa? Bəli. Sahabələrdən biri deyir ki, insan bir gün içərisində ümumən yox, bir gün içərisində 70 dəfə günah eləyərsə və 70 dəfə də o günaha qayıdarsa, Allah Subhanahu yenə onu bağışlayar. Yəni ki, sən nə qədər günah eləsən də, eyni günah eləsən də, o tövbə eləsən Allah Subhanahu bağışlayacaq. Sadəcə tövbənin şərtləri var ki, sən o tövbənin şərtlərinə əməl eləməsən, məsələn, günaha geri qayıtmaq nə deməkdir? Məsələn, sən indi bir günah eləyirsən. Sən o günahı bir saatdan sonra yenə eləyəcəksənsə, artıq o deməkdir ki, sən tövbə eləməmisən. Niyə görə? Tövbənin şərtlərindən biri odur ki, sən günahı elədikdən sonra o günaha qayıtmamaq üçün israrlı olasan. Yəni, o günaha qayıtmamaq üçün cəhd göstərəsən. Məsələn, deyək, siqaret çəkmək və yaxud da ki, içki içmək və hər hansı bir şey. Məsələn, sən siqaret çəkməyi tövbə eləyirsənsə, bir saatdan sonra siqaret çəkmək istəyəndə özü, yəni cəhd göstərmirsən ki, öz nəfsini boğasan, istəyən kimi dərhal çəkirsən, artıq o tövbə sayılmır. Yəni sən tövbə eləməmsən, doğru tövbə. Yəni ona görə sən o günaha qayıdırsan. Amma sən doğru tövbə eləsən, nə qədər eləsən də Allah Subhanahu taala yəni tövbəni qəbul edəcək. Fərq etməz. Sən onu gündə 100 dəfə elə, fərq etməz. Sən 2 dəfə elə. Yəni elə bir günah yoxdur ki, ən böyük günah şirkdir. Sən bir gündə 10 dəfə də Allaha şirk qoşsan, 10 dəfə də tövbə eləsən, Allah yenə bağışlayır. Yəni o fərqi yoxdur günahın ağırlığı. Amma Allah sizdən olsun. Allah elinizə bərəkət. Əmin Allah olsun. Başqa sual yoxdursa, inşallah bir gün görüşərik. Yox, məncə yoxdur. Allah subhanahu wa ta'ala və həmdik və əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.